Assalamu aleykum və rəhmətullahi və bərəkatuhu. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselam alel enbiya vel mursalin ve men ittaba'hum bi ihsan ila yevmiddin. Rabbi şrah li sadri ve yassir li amri ve hlul uqdatan min lisani yefqahu qawli. Bir qardaşımız gözəl nəsihətlər verdi. Mən də zaten o verdiyi nəsihətlərdən bir-ikisini hazırlamışdım. O barədə danışmaq istəyirdim. Allahu Teala da Zəriyat surəsində necə bizə nazil edib? Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Və zəkkir fə innə zikrə tənfəul müminin. Xatırlat. Həqiqətən xatırlatmaq möminlərə fayda verir. Allah razı olsun bu süfrəni bizim üçün hazırlayanlara, zəhmət çəkənlərdən. Allah onların mükafatını həm dünyada, həm axirətdə versin. Allahu Teala tutduğumuz orucları qəbul etsin. Allahu Teala Bəqərə surəsində 182-ci ayədə nazil edib: Ya eyyuhəl-ləzina amanu kutibə aleykumus-siyamu kəmə kutibə aləl-ləzina min qablikum ləalləkum təttəqun. Qardaş da bir bunu vurğulamışdı. Ey iman edənlər! Sizdən öncəkilərə necə oruc ibadəti vacib edilmişdirsə, sizə də vacib edilib. Amma nə üçün? Allah ayənin sonunda deyir: Ləalləkum təttəqun. Ola bilsin, siz təqva sahibi olasınız, təqvalı olasınız. İndi təqva kəlməsinə də qısaca olaraq toxunacaq. Bir neçə ayədən sonra, bu 183-cü ayədə, 187-də, eyni surədə, Bəqərə surəsində Allah subhanahu wa ta'ala orucun, siyamın bütün qaydalarını bizə izah edir. Nə eləmək olar, nə eləmək olmaz? İlk öncə cinsi əlaqə ilə başlayır. Uhillə lakum leylətə siyami rəfəsu ilə nisaikum. Oruc gecəsi sizə həyat yoldaşlarınızla yaxınlıq etmək halal edildi. Hamısını Allah bizə izah edir. Nə olar? Kulu veşrabu hatta yetəbəyyənə lakumul xeytul abyadu minəl xeytil əsvədi minəl fəcr summa atimmu siyamı illəl leyl. Ağ sap, qara sapdan açıq aydın seçilmədikcə fəcrdə yeyin və için. Sonra gecəyə qədər orucunuzu tamamlayın. Hər bir şeyi, itiqafı, zadı, hamısını izah edəndən sonra yenə sonunda, ayənin sonunda Allah buyurdu ki: Kəzəlikə yubəyyinullahu əyatihi linnəsi ləalləhum yəttəqun. Allah insanlara öz ayələrini bu cürünə açıq aydın bəyan edir ki, bəlkə onlar təqva sahibi olarlar. Yəni, orucun əsas tutma məqsədi odur ki, biz təqva sahibi olaq. Biz müttəqilərdən olaq. Zaten bütün ibadətlər, bir qardaş dedi, Bəqərə 21-də Allah buyurdu ki: Ya eyyuhən nəsu, ey insanlar, ubudu rabbakumullazi xalaqakum vəllezina min qablikum. Ey insanlar, sizi və sizdən öncəkiləri yaradan Rəbbinizə ibadət edin. Yəni ayənin sonunda nə gəlir? Ləalləkum təttəqun. Bəlkə siz təqva sahibi oldunuz, yəni müttəqi oldunuz. Bəzi insanlar təqvanı sadəcə olaraq qorxu kimi anladırlar. Yəni Allahdan qorxmaq. Bəli, doğrudur. Bu məna daşıyır təqva sözü, amma tək Allahdan qorxmaq deyil. Çünki iblis lənətullah aleyh Allahdan qorxur. Bunu Quranda da Allah bir neçə dəfə vurğulayır bizə. Məsələn, Həşr surəsində Allahu Teala nazil edib, ayənin nömrəsi 16-cı ayədə: Kəməsəli şeytani izqalə lil-insani kfur fələmmə kəfərə qalə inni bəri'un minkə inni əxafullaha Rabbel aləmin. Yəni Allah münafiqlər barəsində ayələr orada nazil edib və münafiqləri deyir ki, onlar iblis kimidirlər, iblisə bənzərlər. O iblis ki, o şeytan ki. O şeytan insana deyir, gəl sən kafir ol. Yəni sonra insan kafir olunda artıq şeytan onu azdırdı, yoldan çıxartdı. İnsan kafir olunda şeytan nə deyir ona? Deyir, mən səndən uzağam. Mən aləmlərin Rəbbi olan Allahdan qorxuram. Yəni iblis, şeytan özü qorxur Allahdan. Amma o demək deyil ki, o təqva sahibidir. Təqva sahibi deyil, lənətlənmişdir o. İndi başqa bir misala baxaq. Məidə surəsində 28-ci ayə.
Orada Allahu Teala Adam aleyhissalamın övladlarını misal çəkir. Bir qardaş o birisinə nə deyir? لَاِنْ بَسَدْتَ اِلَيَّ يَدَكَ لِتَقْتُلَنِي مَا أَنَا بِبَاسِدِ يَدَيَّ اِلَيْكَ لِأَقْتُلَكَ اِنِّي أَخَافُ اللّٰهَ رَبَّ الْعَالَمِينَ. Əgər sən öz əlini məni öldürmək üçün uzadarsan, mən öz əlimi səni öldürmək üçün uzatmayacağam. Həqiqətən mən Allahdan qorxuram. Aləmlərin Rəbbi olan Allahdan qorxuram. Bu artıq takvadır. Bu neynədir? Haramdan uzaqlaşdı. Yoxsa iblis deyir ki, mən Allahdan qorxuram, amma saptırmağa davam edir. Tərk eləmir bunu. Bu takva deyil. Yəni takva ona görə tək Allah qorxusu deyil. Qardaş da bəyə düzgün vurğuladı. Belə deyil, takva odur ki, Allahdan qorxub, haramlardan, günahlardan uzaqlaşmaq deməkdir. İndi də bəzi insanlar, dəvətçilər şey kimi, lozum kimi tutublar ki, yox, Allahdan qorxmaq deyir, Allahı yalnız sevmək lazımdır. Qardaş, sevgi ayələri də var Quran-ı Kərimdə, qorxu ayələri də var Quran-ı Kərimdə. Biz əgər Quran-ı Kərimə kamilən iman etmişsə, biz bu ayələri də qəbul edəcək, o ayələri də qəbul edəcək. Belə çox loru bir misal, çox belə misal çəkmək olur. Uşaqlıqda kimsə nəsə dəcəlli eləyir. Məsələn, atası deyir ki, filan şey eləmə. Bu dəcəldir, indi eləyir onu. Qorxur. Bilir ki, atamın xəbəri olsa, atam mənə cəzalandıracaq ha. Bilir bunu 100%, qorxur. Amma o deməkdir ki, atasını sevmir. Onun buna nə dəxləsi var ki? Yəni, Allah-u Teala insanları belə yaradıb fitrətən. Bizdə sevgi hissi də var, bizdə qorxu hissi də var. Biz insanıq. Bu normal bir şeydir. Bir də, qardaşlar, takvaya yaxın olan, yəni kim müttəqi olmaq istəyirsə, takvalı olmaq istəyirsə, Allah-u Teala bunun yollarını da bizə Quranda göstərib. Məidə surəsində 8-ci ayədə orada Allah-u Teala buyurdu ki, İ'dilu huve akrabu lit-takva vettaqullaha innallaha xabirun bima ta'malun. Ədalətli olun. Bu takvaya daha yaxındır. Allahdan qorxun, yəni Allaha qarşı takvalı olun. Həqiqətən Allah siz etdiyiniz əməllərdən xəbərdardır. Yəni həqiqi, yəni kim takvalı olmaq istəyirsə, gərək ədalətli olsun, hətta özünə qarşı olsa da belə. Quranda deməli Ən'am surəsində 3 ayə var. 151, 152, 153. Təfsir alimləri o ayələri adlandırıblar 10 böyük haqq ayəsi. Məsəl üçün, tutarım Vetki Zavetdə, belə dedi, Yahudilərdə. Allahın elçisi Musa aleyhissalam Allahdan vəhy alanda orada əsas gəlir 10 zapovid. 10 zapovidi gəlir. Xristiyanlıqda 7 dənə gəlir. Yəni, Quranda da bu çox önəmlidir. Həmən bu 10 dənə əsas, ən önəmli, ən mühüm haqlardır. 10 haqq gəlir. Birinci orada gəlir Allahın haqqı, əlbəttə ki. İlk öncə. Allahın haqqı tövhid, şirk etmək olmaz. وَعْبُدُوا وَلَا تُشْرِكُوا بِهِ شَيْئًا. Allah'a ibadet edin, ona şərik qoşma. Və 152-ci ayədə orada haqlardan biri nə gəlir? Allah deyir: وَإِذَا قُلْتُمْ فَعْدِلُوا وَلَوْ كَانَ ذَا قُرْبَى. Danışanda isə ədalətli olun. Qohum əqrəbəyə qarşı olsanız da belə. Vəbşi, qarib yaxın deməkdir. O zəl-qurba, o tek qohum əqrəbə deyil. Ən yaxın insanlar ki, yox, sənin yaxın dostun da ola bilər. Ən əziz yoldaşın ola bilər. Yəni, bu əsas məsələ, ona qarşı olsan da belə geri ədalətli olasan. Və Allah nə deyir? Bu, takvalı olmağa daha yaxındır. Ədalətli olmaq. Əl-İmran surəsində takva barəsində ayələr həddindən artıq çoxdur. Əl-İmran surəsində Allahu Teala nə buyurdu ki: "Ya eyyuhellezina amanu taqullaha haqqa tuqatihi və la tamutunna illa və entum muslimun." Ey iman edənlər, Allahdan, yəni layiqcəsinə, Allaha qarşı layiqcəsinə takvalı olun. Allahdan layiqcəsinə qorxun. Və yalnız müsəlman olan halda ölün. Yəni bu bir-birinə bağlıdır. Yəni bir müsəlman kimi yaşamaq istəyirsənsə, bir müsəlman kimi bu dünyanı tərk eləmək istəyirsən, geri çalışırsan, takvalı olasan. Takva da çox sadədir. Haramlar azdır, günahlar azdır.
Halallar çoxdur. Bir qardaş dedi, o haram təamlara aid olan ayələr hamısı innəmə kəliməsi ilə başlayır. Nədir orada, nə keçir? İnnəmə harram aleykumul meytətə vəddəmə və ləhməl xinziri və mə uhillə li qeyrilləhi bihi. Sizə yalnız leş, axan qan, donuz əti və Allahdan başqası üçün kesilən heyvanların əti haram edildi. Əsas 4 dənə şeydir. İndi düzdür. Maidə surəsi 1-ci ayədə Bəhimətul An'am Allah deyir. Yəni bu Bəhimətul An'am nə deməkdir? Bu rus dilində skot deyirlər də, bizim dildə belə deyil. Mal, qara, qoyun, keçi, yəni bunlara aid, belə heyvanlara aiddir bu. Yəni əsas 4 şeyi Allah haram buyurdu da bizə. Minlərcə taamlar halaldır. İçkidə də eyni şeydir. Allah bir cür içkini haram buyurdu da bizə. Bizi sərxoş edici içkini. Xamır. Allah onu ricsun min əməli şeytan adlandırdı. Şeytanın murdar əməli. Yəni halallar çoxdur, seçim çoxdur. Nəfs bizim də həmişə, nəfs bizi çalışır, həmişə harama çəksin. O sözü yox. O Yusuf surəsində ki, Misirdəki qadınların etdiyi hilə açıqlanır, üzə çıxır. Allahın elçisi Yusuf aleyhissalam zindandan çıxır, artıq gəlir saraya. Əzizin həyat yoldaşı öz boynuna götürür, bunu etiraf edir. Deyir, وَمَا أُبَرِّئُ نَفْسِ إِنَّ نَفْسَ لَأَمَّرَةٌ بِالسُّوءِ إِلَّا مَا رَحْمَ رَبِّي. Mən öz nəfsimi təmizə çıxartmıram. Nəfs yalnız pisliyi əmr edir. İstisna kimlərdir? Mənim Rəbbim mərhəmət etdiyi şəxslər. Yəni bunun nəfsi öz pisliyi əmr etdiyinə görə günahsız insanı illərcə zindanda saxladılar. Yəni orada bəd-u-sinin keçir, o böyük bir müddətdir. Yəni ən azı 3 ildir bu, ərəb dilinin qrammatikasına baxanda. Heç nədən, nəyə görə? Öz nəfsinə. Öz nəfsinə xoş gəldi. Ona görə bu takva, ədalət biz görürük ki, bu oruc, bütün ibadətlər nə üçündür? Biz takvanı tərbiyə edək özümüzdə. Yəni gün ərzində sübhdən gün batana qədər biz halal şeylərdən özümüzü qoruyuruq. İstəyir yemək olsun, içmək olsun, istəyir indi cinsi əlaqə olsun. Yəni Allah-u Teala bizə halal buyurduğu şeylərdən biz gün ərzində yayda elə olur ki 18 saat, 17 saat bunu etmirik. Əgər biz Ramazan ayın ərzində özümüzü qoruya biliriksə, Allah Subhanahu wa Taala bizə göstərdi, gözünüzü açın da. Əgər sən bu bir ay ərzində halal şeylərdən özünü qoruysan, etmirsən, yayda istidə kimsə fiziki işdə işləyir, çox yorulur, içmək istəyir. Ağzı boğazı qurur, içmir, deyir, iftarın vaxtını gözləyəm, içməyəcəm. Sən bunu edə bilirsənsə, əlhamdülillah. Deməli, sən qalan 11 ay ərzində özü haramdan da qoruya bilərsən də. Bu sənin üçün bir açıqlamadır. Yəni artıq bundan ibrət götürməlisən. Səhərdən axşama qədər mən içmədim, yemədim. Nəfsim çəkirdi, mən istəyirdim, ac idim, yorğun idim, etmədim. Ne üçün? Allah üçün. Allah'a iman etmişəm, istəyirəm Rəbbim məndən razı qalsın. Deməli, qalan 11 ayda da bunu eləyə bilərsən də. Bu bir ay ərzində necə halallan, halalı etmirsən, adi su halaldır, Allahın nemətidir, içmirsən. Deməli, bu qalan 11 ayda da Allah haram buyurduqlarını da içmə. Allah haram buyurduqlarını yemə. Allah haram buyurduğu qazancdan pul qazanma. Qeybət eləmə, yalan danışma. Və qardaş da Allah razı olsun dedi, çox gözəl dedi. Dedi ki, o bəzi insanlar dedi ki, bəs Ramazan ayı gəlir, dedi ki, mən ac susuz qala bilmərəm. Mən deyirəm ki, oruç tut, ac qalma. Fərqli şeylərdir bu. Yəni, oruç tutmaq təmizlənməkdir. Tək, mən yemək yemədim, içmədim suyu. Yox, bu vaxtı geri özü qeybətdən də qoruyasan, yalandan da qoruyasan. Sən özünü tərbiyə edirsən, öz nəfsini tərbiyə edirsən. Mən özümü tərbiyə edirəm, öz nəfsimi tərbiyə edirəm. Bu bir ay ərzində mən bacardımsa, əlhamdülillahi Rabbil aləmin. Deməli, mən bunu başqa vaxtda bacaracam, bunu edə biləcəm. Qardaşlar, bir də Ramazan ayı Quran ayıdır. Bəqərə surəsində 185-də Allah-u Teala belə də buyurur. Şəhru Ramadana ləzi unzilə fihil Qur'anu
huden linnâsi ve beyinatin minel huda vel furqan. Ramazan ayı o aydır ki, o ayda Quran nazil olundu. Və Allah nə buyurur? İnsanlar üçün hidayət. Həmən hidayətin açıq aydın bəyanatları, açıq aydın izahı və Furqan. Furqan nədir? Haqqı batildən ayıran. Quran ayı başlanıb. Yəni çalışaq Qurana daha çox vaxt ayıraq. Yəni təəssüflər olsun, burada da şeytan çox istifadə edir. Həddindən artıq istifadə edir. Niyyətlər pozulur. Kimsə Qurana vaxt ayırır ki, hansısa məclisdə ya hansısa namazda qabaqda duranda qəşəng təcvidlə, avazla Quran oxusun, desinə ki, bu nə gözəl Quran oxuyur. Artıq niyyəti batil oldu. Kimsə Qurana vaxt ayırır, niyə görə? Mən gedəcəm filan məclisdə oturacam, orada özümü ağıllı göstərəcəm, ya kiməsə bir dənə ayə deyəcəm, onun ağzını bağlayacam, indi loru desə, bunu praf çıxaracam, bunu niyə praf çıxaracam? Əstəğfurullah, Quran bunun üçün deyil. Bu deməli niyyət doğru deyil. Niyyətlərimizi təmizləyək, təzəliyək. Allah üçün Quranı öyrənək. Öz axirətimiz üçün. Cənnətin açarıdır bu. Özümüz öyrənik ki, dinimizi nətər yaşamalıyıq? Halal nədir, haram nədir? Tövhid nədir, şirk nədir, iman nədir, küfür nədir? Bunları bilməliyik, bunun üçün öyrənik və bunu tətbiq edək. Hələ belə öyrəndim. Mən filan ayəni bildim. Hardasa oturanda deyəcəm filan ayəni, deyəcəm nə ağıllıdır bu. Amma özüm bu ayəyə əməl etmədim. Nə faydası var bu ayəni öyrənməyin? Nə üçün öyrəndim? Deməli, Allah üçün öyrənmədim. O, Abdullah bin Omardan bir rivayət getirirlər. Onun tələbələri deyir ki, bəs Şeyx sən Bəqərə surəsini nə vaxt öyrəndin? Deyir, bəs 8 ilə öyrəndim də. İndi Abdullah ibn Omar da sahabələrin içində elm əhli sayılan bir sahabə idi də. Bəs hələnçi sahabələr var idi ki, cihad ilə məşhur, mücahid kimi məşhur idi. Hələ sahabə var idi ki, xeyirxahlıqla məşhur idi. Hələ sahabə var idi ki, elm əhli kimi tanınır. O, elm əhli kimi tanınan sahabələrdən biri idi. Deyir, 8 ilə. Tələbələrə biraz böyle deyir ki, Şeyx, 8 ilə bəs, nə əcəb sən bunu tez əzbərləmədin də. Deyir, biz bir ayəni əzbərləyirdik. Onu əməl etmədikcə ikinci ayəyə keçmirdik biz. Bəqərə surəsində də o da hökmü ayələr var ya. Həcin hökmləri var orada, cihadın hökmləri var orada, namazın hökmləri var orada. Bunu tətbiq etmədikcə o biri ayəyə keçmirdik biz. Belə ona görə